Nerede geliyor? Onlar özüm yani sen boyuttur oğlan, tədbirlərlə evlatına şey verirlər. Yəni bu qaydada o şey Allah oğlanı rəhmət İrdan doğruluklu dəyəklər görmədiyirlər. Aysandır mı? Rabbim köpeğime. Tuncay, ben şey dedim, konuşan geçsin başına. Diyemem şu kadar tez öyle. Sonra bir alt götürsün getiren, kalan kankisi getiren mikrofonlarını. Tez öyle. Allahümme salli ala Muhammed. Bilirsiniz ki, müqəddəs bayramımız, Ramazan bayramı, milli bayramımız, Novruz bayramı günlərini yaşayırıq. Bu günlərdə mən sizin hər birinizə uğurlar arzulayıram. Neçə gözəl illərə çıxaq, neçə gözəl günlər görək. Bütün elimizə, obamıza, Azərbaycanımıza, qiyasçı cəmatımıza toy, bayram yaraşır. Allah qoysa, elimiz, obamız da tezliklə öz yurduna keçəndən sonra həmən kəhkəşanlı günlərimizi eliyle yaşayarıq. Şimdi gözəl bu tədbirimizi başladıq. Allah'ın duasıyla, şəhətlərimizi almaqla. İndi də qısa şəkildə yoldaşlara, burada əziz insanlara söz veriləcək, özlərini bizə bilirsinlər və beləliklə tədbirimizi keçirəndən sonra kəndimizin mərkəzində, məscidin yaxınlığında olan tədbirdə əlbəttə qaydada buna göre de birinci olarak uzun müddət kendimizin rəhbəri olmuş, Sovet Cəmiyyətinin nümayəndəsi olmuş
kendimizin aksaqqalı Rüstəm Müsəlmanı sözü verirəm. O da öz təbriklərini cəmaatımıza bilsin. Efendim çok sağ olun. Ben de ilk növbədə Ceyhun müəllim diyen bütün arzulara koşularaq bütün bugün burada iştirak edən, aynı zamanda iştirak edemeyen bütün insanlarımızı, kendimizin güzel insanlarını, diyarlarını, aksaqqallarını, uşaqlarını, gençlerini hamısını tövhidlə təbrik edirəm. Allah Teala'dan arzu edirəm ki, arkada kalmış bu çetin günlerden bir de bizim elimize, obamıza, milletimize bir ümumiyyətçe göstermesi. Ben bir daha qeyd etmək istəyirəm ki, bu ikinci səfərdir. Bir dəfə iyun ayının 29'unda Qəbirstanlığı ziyarət edildiğini ilə Meşinin qarşısında təbirləşmişik. İndi Bunlar arzuluyoruz. Kendimiz Serkan ve çok güzel bir yerleri, belki de Azerbaycan'da en çok şehit vermiş şehitlerden biriydi. Yazdıklarımı da okumuşsanız. Ona göre de biz vətən qohumlarını həmişə anırıq. Onların qurumları qarşısında olan borcumuz olduğunu həmişə biz unutmuruq və unutmayacağıq. Ve ona göre de mən sözü kendimizin ilk şehidi olmuş. Var, hak verdiğim kardeşim, hak verdiğim söz verme. Bu əziz gündə o cemaatımızın sağlaması. Salam ya sakitler. Allah bütün şehitlerimize gani ve rahmet eylesin. Bugün bayramlarımızın mübarek olsun. Kırıcın olsun, güzel kendinize yiyin. Sağ olun. Sağ olun. Burada yerel edebiyat düşüp ki, her kategoride maruz olan insanlar burada çıkış eylesinler, cemaatimizi sağlamasınlar. Şimdi de Gazi Cümme İsmail var. Sözü veririm, Kanadar müəllimə. Buyursun o da, cemaatın sözlerini buyursun. Selamlayırım bütün kendimizi, sakinleri. Tebrik ediyorum bayramlarla. Yaşlı nesillerimiz bilir, cavanlar da istedik ki bilsin. Həmişə bizim kəndin adəti vardı ki, Novruz bayramının əvvəlində gəlib dünyasını dəyişmişlərimizdən, əzizlərimizi ziyarət edirdik. Yəni bunu yaşlı nəsillər bilir. Sonra bayram kesilirdik. Artıq məlum məsələlərdən 33 ildir ki, Azərbaycanın bütün bölgələrində səfələnmiş bizim cemaatimiz indi ikinci dəfədir ki, bura cəmlənir. Bura bu günləri məqsədimiz hər bir yaşlının toplaşmasında bir amalımız var. İlk növbədə şəhidlərimizi ziyarət eləmək, bütün bunların hamısı deyilən kimi şəhidlərimizin, qazilərimizin, ordumuzun, devlətimizin başçısının sayəsində. Buradan bu tədbirdən sonra mən hamıya bildirirəm ki, veyahut da deyildi, Meçidin qabağında mağar qurmuşdu. İndi həmişə burada qayıdıb evimizə, eşiyimizə gedirdi. İndi artıq o yoxdur. Həmin o mağar bizim hər birimizin, hamımızın birlikdə evimizdir. Toplaşacağım ora. Orada hansısa bir ola bilsin ki, çatışmamazlıq olan, nəsə olar? Hər şey deyirəm, heç kəs inciməsin. İnşallah kəndimizdə olanda onun hamısını arada qaldıracağıq. Allah hər birinizə can sağlığı versin. Kəndimizi bu birliği olmasından əksik eləməsin. Özel günler, hoş günler kısmetimiz olsun. Her bir kese arz ederim ki, bak bu doğma kendimizde toplaşır. Meşgullaşıp orada yaşayıp hayatımızı devam ettirelim. Sözü kendimizin ziyası, şairi Allah verdi mektebi verirəm. Buyursun, o da bu bəstədən sizinlə bölüşdür. Çok sağ olun, var olun. Eyüp kardeşi, Serkanlarının dediği arzulara koşulur ben, hamınızı tebrik ederim. Her birinize güzel günler, hoş günler arzularım. Burada bir şey hatırladım. Kimse def gelip getirdi. Maşallah Mahmut Baba dedi ki bak burada. Ay kıyaslı, cemaatı. Burada kim def olsa yeri cennet. Kimse defne bilmeden gitmiştir o vakit. Düzdür, ben o çayxananın qabağında 1991-ci ildə
keçirilən Noruz bayramı şənliyində orada şehir demişəm. O vaxt mənim 39 yaşım var. İndi isə 74. Şükür dünküye, çok şükür ki kendi elimizde olmamıza kavuştuk. Gördüğüm olsun ki o kendimizde yaşayan. Arvaqlı, kişili, kocalı, sağlamlı, herkese güzel günler arzuluyor bende. Ve çay demiyle, arvaq əliyle, kişi şərəfiyle tanlar. Bütün elimizde olmamıza şərəfli bir ömür arzuluyor. Allah şəhidlərimizə gələn rəhmət eləsin. Ulu Tanrı her birimize güzel günler nasip etsin. Çok sağ olun, var olun. Ben valla yaz hakkında birisine bir kitap hakkında şiir yazmışım. Ben 53 yaşında bir şiir yazmışım yazdı kendine. Bana söyleyip atam anam da onların müqəddəs doğma yurdunda kızmaz bir yay günü senin boyunda açık gözlerle dünyaya gelir. Aynen öyle olacak yapacak. 41 yıl boyunda ömür sürmüşəm. Her adın gelende gururlanmışım. Seninle hayat kurup ben evlenmişim. Hayatın lezzetini ben senden dedim. Aynen öyle olacak yapacak. Yalı düşmez seni bizden eyledi. Gördü ayağımı dizden eyledi. Anladım yaşları gözden eyledi. Senin hasretinle yanır, erdi. Aynen öyle olacak yapacak. Uyur boynunda seni eydalı. Şahmanın mezarına yatır yaralı. Düşün evlatların senden aralı. Geçer dost itirdim, borç itirdim. Ayranın dolmudur yazı kendi. Boynunda hekimin tabibim yatır. Resulun zahidin habibim yatır. Görünüşe günahsız şehidim yatır. Sinende en ağır dardır verdim. Ayranın dolmudur yazı kendi. Sen gör biz baskın arada heser. Eyliye bilmirik seni ziyaret. Ardını yazmalı etmedin suret. Gelir tuğlayı tüvyan eyledim. Ayran doğruza diyasıca. Kocamışam yak geçmişi ötüptü. Yüreğinde dert ticari bitipti. Nenem, babam torpağımı köçüptü. Karış karış torpağımı öperdim. Ayran doğruza yası kendi. Ayran doğruza yası kendi. Ben bütün varlığımla, canımla, kanımla, bütün vücudumla bu kendi, bu ele bağlıyor. Ben bu ele bağlıyor. Çok sağ olun, var olun. Bunlar edip ki onun əzabını, əziyyətini qiymətləndirmək lazımdır. Bu günlərdə kənd qəbristanının abadlaşdırılmasında mühüm rol oynuyor. Allah onlara razı olsun. Yine sözüne geçmiş bir Nizami Qasımov diyor. Cemaatini sağlayıram. Bugün doğrudan da hem sevindirici hem de kederli bir gündür. Kederli ona göredir ki bugün bizim burada vətənimiz, torpağımız yolunda şehit olan şehitlerimizi ziyaret edirik. Onlar burada uyuyor, doğmalarımız uyuyor burada. Sevindirici odur ki biz buna bu şehitlerimizin, Ali Başkomandanımızın, gazilerimizin, veteranlarımızın sayesinde gelip torpağımızı ziyaret edirik. Böyle bir tedbirleri geçirdik. Allah tüm şehitlerimize gel-gelerini dilesin, mekanlar cennet olsun. İndi deməli bu danışıqlardan sonra biz burada kim gül getiribsə şehitlerimizin burada plakatın karşısına ondan sonra adını şehitlerimizin qəbirləri üstüne gül dəstələri koyup buradan da gedirik məscidimizin yanına güzel bir bahar bayram keçirəcəyik, musiqili, tonqallı. Allah hamınıza rəhmət etsin. Sizlerin sayesinde. Bunları şehrin üstüne koydu. Can Əliyev, Can. Kardeşim sağ kurban. Öyle demek. Sağ olun. Sağ olun. Kabul başı. Sonra görüşürüz.
Gör, bunu çek. Gele kaçırayım. Sağlam ötersin ama. O yeke biraz taş koydum, biraz torpak koydum. Çok koydum. Keçin arkasında elə hərəmiz birinin üstüne var. Allah rahmet eylesin. Yok birini sıra koymuyor da hamısı birini değil, o tarafa şehitler. Hamısı birini sıra koymuyor. Güzel maşın açar sen de. Yer sen de buradasan gelmişsen. Yerim ben de bunu buralardan Qoğum deyir ki, onun verişəyi, onu qoy videosu. Ama oğlu her şey elinde o bandı. Amma oğlu deyir ki, deyir bilseydim, deyir bugün toya gedərdim, deyir. Bu da qiyasdır. Bax, biz buna baxaq, nə edirək görür. Eləmin qardaş var, onun Allah nəfsini kəsin, deyirlər. Deyilmir, denən görür. Mənə bir danqıraq lazım, dedim varımdır. Ha onu verim, ha dedim 100 manat veriyorum. Ha qoy görüm işim var, biraz set çəkildir, gözləm. Dedim, mən yerim, biraz doğru. Diyorum da biraz geri kaçalım. Hoş geldin. Bir hele bakın. Ben sonra kaçtım. Ben küreğinle yaparım. Hoş gördük her birinizi bu güzel günde, bu hoş günde. İlahinin bu gününe çok şükür olsun. İlk növbədə deyərdim ki, bu sevinci bize yaşadan, Azerbaycan'ın ərazi bütövlüğündə canından, qanından keçən şəhidlərimizi bir dəqiqəlik sükutla yad eləyək.
vallahi bilmiyorum. Yok ya yemin var. Allah rahmet eylesin. Çok sağ olun, var olun. Allah gazilerimizi korusun. Ulu Tanrı elimizi, obamızı korusun. Müzəffər ordumuzu korusun. Ali Başkomandanımızı korusun. Ve bu günleri günü gündən qüdrətlənən, çiçəklənən Azərbaycanımız var olsun deyirəm. Yeryüzündə ad salına qurban olum Azərbaycan. Azərine həmcanına qurban olum Azərbaycan. Sargirənməz oylarına, gül çiçəkli yaylarına, dalğalanan bayrağına qurban olum Azərbaycan. Aman vermez düşmanlara, sahip çıksın o yerlere. Verdiğimiz şehitlere kurban olun Azerbaycan. Şeref verdin atsanıma, kuvvet verdin ilhamıma, vətən adı səranıma, kurban olun Azerbaycan. Gururuna, qüdrətinə, kazandığın hürmetine, kıyaslayan milletine, kurban olun Azerbaycan, kurban olun Azerbaycan, var olsun Azerbaycanımız. Ben bütün varlığımla elime, obamı, bu kendime bağlı bir insanım. Ve 30 ilde qiyasdan şehir yazmışam. O adı qiyaslı olmayan da o adı adımla yaşatmışam. Şükür bugünkü güne. Min şükür bugünkü güne ki elinizde, obamızda. Bak ben o kadar sevinirim ki sizi görüp. İnsan o vakti kudretli, kuvvetli olur ki onun ayağının altında öz torpağı olur. Bugün doğduğumuz yerdeyik. Öydüğümüz yerdeyik. Koynumda dünyaya gelip dil açtığım. Koynumda dünyaya gelip dil açtığım. Yıkıla yıkıla, imekle yerime öğrendiğim. Aksakallarından öğüt aldığım. Müəllimlərin yazıp pozmağı öğrendiğim. Ömrümün günün o en güzel gençlik çağımı verdiğim. İstise istedim, soyuğuna üşüdüm. Qiyaslı benim pilim, benim ocağım, benim qibləgahımdır. Hoş gördük hamımızı bu güzel mekanda. Allah hamınızı var eləsin. Bir arzum var yerin göğün sahibi, leyakat elinizden almasın. İnsanlara kardeş diyek, dost diyek, ünsiyet elinizden almasın. Yaxşılardan kuvvet alaq, güc alaq. Güc aldıkça el gözünde ucalaq. Qocalsaq da kişi kimi qocalaq, cesaret elinizden almasın. Kalbimize qəm yağışı tökməsin. Könlümüzde dert tohumu ekmesin. Çörek ile imtihana çekmesin. Bereket elimizden almasın. Elimizi eteğinden üzmesin. Aramızdan hicran yeli esmesin. Dostlar bizden incimesin, küsmesin. Sadakat elimizden almasın. Mehabbet elimizden almasın. Bütün elimize obamızı Ulu Tanrı çöreğini imtihana çekmesin. Elimize obamızı aydın sema arzuluyorum. Bol ruzu arzuluyorum. Ve en güzeli sağlam ömür arzuluyorum. Aydın sema arzuluyorum. Çok sağ olun, var olun. İndi ise kimin her kimin ürək söz olsa gəlib deyə bilər. Söz musiqinindir. Buyurun.
Tanrı size hiç vaxt verməsin, yaxşı günlər nəsib eləsin. Və onu deyim ki, kendimi çok güzel bir kendim. Saqqalalı. Burada böyük, küçük, sayan yoktur. 30 neçə ildir biz bu kentdən aralıyıq. Çok şükürler olsun. En şükür günler. Her bir insanın doğulduğu, böyüdüğü bir yer var. Benim baktığım doğulduğum baktığım yarısı kimdir? Allah halinde var mısınız? Belki bir içine düşmeyesiniz. Allah'ın çok sağ olun. Bir daha tebrik ederim hepinizi. Bayramınız mübarek olsun. Size bir güzel müzikler seslendiren, burada eğleşen her bir kesim. Gerçekten şarkı sanatçısı, böyle güzel inşallah ki size de göstermişlerinizi çattırarsınız, bir güzel etsiniz. Bu güzel yurduma hiç bahar gelir. Ben şirin en güzel arzular gelir. Güzel bulsalar gelir. Omuz bayrağımız mübarek olsun. Güzel bulsalar gelir. Omuz bayrağımız mübarek olsun. Severi güzeli şimdi yana. Hoşbeter yayılır bu şirin sana. Severi güzeli şimdi yana. Hoşbeter yayılır bu şirin sana. Harkul şerifli Azerbaycan'a. Domuz bayrağımız mübarek olsun. Harkul şerifli Azerbaycan'a. Har bayrağımız mübarek olsun. Mübarek olsun, mübarek olsun. Domuz bayrağımız mübarek olsun. Mübarek olsun, mübarek olsun. Har bayrağımız mübarek olsun.
çoxu getdi hədər. Ötüb keçən xatirələr kipriyimdə qaşımdadır. Qiyasında hər addımda xatirələr var yadımda. Mənim ruhum qiyaslımda, torpağımda, daşımdadır. Torpağımda, daşımdadır. Allah bütün elimiz obamızı var eləsin. Bu gün o qədər sevinç tökülür gözlərdə. Şahımız tökülür gözlərdə. Qoy həmişə gözlərdə sevinç yaş olsun. Bizim sevinmeye hakkımız var. Biz hakkı. Allah müzəffər ordumuzu korusun. Bir daha deyirəm, şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Bu gün bax burada mən dedim hər birinizin adından zəhməti olan hər bir kəsə, başda xaliq olmaqla mən hamısının adını çəkə bilmirəm. Uzun gelir. Hər birinizə təşəkkür edirik. Bütün qiyaslı cəmaatın, bütün qiyaslı elin bu gözəl torpağa həmişə bizim əzəldən gözəl saygımız, qayğımız olub. Biz eşitdiyimizə görə, uşaqlıqdan eşitdiyimizə görə bu gözəl məkan həmişə öz ədəbi ilə, ərkanı ilə seçilmiş bir el oba. Mən bir musiqisi kimi deyə bilərəm ki, qiyaslı adı gələndə istər-istəməz Şahmalı Kürdoğlu yadıma düşür. Təbii ki, musiqisi isə birinci o yada düşür. Təbii ki, çox qəhrəmanları var. Amma bir musiqisi kimi birinci mərhum sənətkarımız, Allah rəhmət eləsin, yeri behişt olsun. İnşallah gözəl füzulşünas, ərz vəzini gözəl bilən Şahmalı Kürdoğlu. Mən istəyirəm, çox uzatmadan, elə onu adın gəlmişkən, onu xatırlayaq, bir gözəl bir muğam ifası edək. Ruhumuz şad olsun, buyurun dinləyin. Necə
Dilber derdi dilimden bela yurban ettim. Ki gemi hicrden dil mülkünün viran ettim. Mümkün olmaz mənə vəslim, bilirəm həşrəkimi. O səbəb məskənimi köyüb yaban Ya tabip adını terk et, el secde babette. Ya tabip adını terk et, el secde babette. Ya benim derdimi ta, ya benim derdimi ta. Ya cemiyet rüzgar ettim. Yoktu bir kimseye, yoktu bir kimse benim derdimi bilsin yâre. Yoktu bir kimse benim derdimi bilsin yâre. Kime öz kanımla eğer derdime derman ettim. Ay aman, ay aman, yar aman, aman aman, ah yar bir bülbülem hoş nefesli, hem de mümdür bahar fesli. Bir bülbülem hoş nefesli, hem de mümdür bahar fesli. Hoşlanıram dar qəfəsli, bağban beni yaralama, bu yerlerden aralama. Hoşlanıram dar qəfəsli, bağban beni yaralama, bu yerlerden aralama. Bir çiçeğim al kumaşı, üzdeki şey yüzü kaşı. Bir çiçeğim al kumaşı, üzdeki şey yüzü kaşı. Sevirem boranı kışı, sevirem el boranı kışı. Küləkləri yaralama, sevənlərdən aralama. Sevirem boranı kışı, sevirem el boranı kışı. Küləkləri yaralama, küləkləri yaralama. Bu yerlerde öz elimle boz adamlar beni yaralama. Çok sağ olun, var olun, teşekkür ederim. Biz de yemişin kabağında gelirsen gözlüyoruz. Saç yaptığında olmuş ya. Aferin. Geldiler. Aslının hamsını kavrasın.
وصلى الله على سيدنا محمد وآله Hayırımız obamız yakınlaşın beri. Yakınlaşın beri. Değilen işte. Gören ne var ne yok. Yaş ötü. Fuat. Zaten böyle maşallah. Bir. Yaş ötüp geçse daha aziz dostlar, ömür baksamızın gülü solmasın. Boş gün ömürleri uzadıp saklar, bize kederli gün kısmet olmasın. Bir güzel kendimiz havası. Buyurun zahmet olun. Ne şeydi ne güzeldi kendimiz, Allah günü sarmaşığını kendimiz. Ne şeydi ne güzeldi kendimiz, bir yanı gül çiçekti, bir yassı kendimiz. Hayca, bak bak. Bırak, Reşide. Hayca. Hey sanskritini nasıl yazın üstüne. Hey bahar günlerinde taze kendimiz. Hey gülü anahtar, hey babaları. Hey gülü anahtar, hey babaları. Ne dehşetti, ne güzeldi. Ne dehşetti, ne güzeldi kendimiz. Zilistan'a dönüp yazar kendimiz. Ne güzel meyveli bağları var. Hey alması var, elması var da. Hey sizin kimi giyip oğlanım var. Hey sen kimi giyip oğlanım var. Şahdine güzeldi kendimiz, bir yanı gül çiçeğdi kendimiz. Ne kendine güzeldi kendimiz, bir yanı gül çiçeğdi, bir yassı kendimiz. Sarayca sarayca. Hey,
günlerde geldikisi, o günlerden birini, o günlerden birini ben sensin derim geliyor. O günlerden birini, o günlerden birini ben sensin derim. Eyvallah malı kaldı benim şeyler perişandı.
Senin kuzum anam kendimi sevinsin. Senin yanı yanımda yıkıldı kazıranda. Senin kuzum senden güzel kamersin. Senden şerif ödersin. Senden güzel kamersin. Senden şerif ödersin. Gören değil bu geysen alışına zarar yedir. Gören değil bu geysen alışına zarar yedir. Gönlümden dağılıp girerim. İnsafda yaxşı şeydir. İnsafda yaxşı şeydir. Öldürün lazım beni. İnsafda yaxşı şeydir. Aşağıdan buyursunlar buna. Elamlar da gelsin. Allah size var eləsin. Bu günləri sizdən çox sevilən yoxdur. Çünki böyük bir döyüş yolu keçmişsiniz. Sağ olun ki bak bugünkü gündə sizin də əməyiniz, böyük əməyiniz var burada. Səni paylaşacağım. Bütün bu qiyaslı cəmaatlarından sizə dərin təşəkkürüm bildirir. Nereden mağaranın yanında adam bir anlığa kaydır 35-40 yıl bundan kabak kıyaslıya. Bu işin təşkilatını yerine yetirmək için əziyyət çəkənlərin hamısını dediği ancak burada bak bu cemaatın her birinin əziyyəti var, her birinin köməyi var. Sizlerin desteğiyle, sizlerin köməyiyle bak bugünkü günü bak böyle hamı yığışıp bir yere bu güzel bayramı qeyd edirik. Allah sizleri korusun, Allah cemaatimize değmesin. Bir daha arzu eləyək ki, bak bu kendimizde toplaşaq. Bak böyle toplantıdan sonra yasıda hərəmiz öz evlərimizə dağılışaq gedək. Uzaq getməyək. Sağ olun, var olun. Her birinize teşekkür edirəm. Her biriniz benim için doğmasınız, her biriniz benim için əzizsiniz. Bu aziz günde bayramınız mübarek olsun. Həmişə deyirdik ki, gələn il öz kəndimizdə, amma indi deyirik ki, İnşallah yaşayaq, öz kəndimizdə belə bir tədbiri keçirək. Qismət olsun, sağlıq olsun, kəndimiz qurulsun, tikilsin. Belə tədbirləri canlı surətdə kəndimizdə yaşaya-yaşaya keçirək. Bir də ki, deməli, sizin kimi yazarımızdır, kitabı da çıxıbdı. Bugün onun elə dedik kəndimiz, cəmaatımız bura yığışmışkən, onun kitabının təqdimatını təqdim eləyək. Allah canını sağ eləsin, Allah sənə ömür versin. Bundan sonra da daha da yazasan, kendimizi temsil edesin. Sağ olun. Çok sağ olun, var olun. Ben Əlamlara öz adımdan təşəkkür eləmişəm. Əlamları təbrik edirəm. Mənim ikicə kitabım var burada. Amma Əlamların kitabları çoxdur. Bu tarixdir. Əlamların da yazdığı tarixdir. Benim yazdığım tarixdir. Bu tarixte qalır. Şəhidlərimizə də ait şeirlər var. Ben arzu edirəm ki, qiyasımızdan qoy daha çoxlu yazarlar çıxsın. Qoy daha çox yazanlar olsun. Qoy qiyasımızı tanıtsın. Allah'a şükür, bin şükür. Benim YouTube sayfam var. Qiyaslı. Kim aktarırlarsa götürüp mənə yazırlar Facebook'ta. Ne bileyim WhatsApp'daki nə qiyaslı. Mən Əlamlar səni təbrik edirəm. Sənə uzun ömür, can sağlığı. Kitaplarından kim istəsə götürsün. Əlamların kitabı bak burada var. Çok sağ olun. Hamınıza teşekkür edirəm. Allah Teala bizim kendimizin, elimizin, obamızın birliğini korusun. Bayramınız mübarek olsun. Bu günlerde bizim boş günlerimizden biridir. Bu günlerde ahir ki 30 sene sonra Riyasi toprağında geliştik. Bu günlerde şehitlerimizi yad elədik. Novruz bayramımızı Riyasi toprağında qeyd elədik. Arzu edirəm ki, gelecek Novruz bayramında belə qiyasıda məskunlaşaq, qiyasıda yenə də bayramlarımızı qeyd edək. Allah bir daha şəhidlərin rəhmət eləsin, qazilərimizə də can sağlığı versin. Onların sayəsində bu günlərdə biz qiyası torpağındayıq. Sağ olun. Her vaxtınız xeyir olsun əziz cemaatimiz, elimiz, obamız. Allah hər birinizə uzun ömür versin, can sağlığı versin. İlahi qismət eləsin ki,
burada bu günləri biz də bir növ hazırlıq mərhələsindəyik. Artıq ikinci ildir biz müqəddəs yerlərimizin ziyarəti ilə başlayıb və gəlib burada da davam elətdiririk. İndi də gözəl bir ayların ərəfəsindəyik ki, həmin müqəddəs Ramazan ayıdır. Novruzun gəlişi dünəndən artıq yurdumuza xoş gəlir. Hamınızın bayramı mübarək olsun. Hər birinizə ilahi sağlam can versin. Kəndimizdə, elimizdə, obamızda, o gözəl yerlərimizdə yığışasınız, hamımız yığışaq. Xeyrlərimizi, şərlərimizi bir yerdə keçirək. Yaxşı günlərimizi daha çox olsun. İnşallah cavan nəsillər xüsusilə lazımdır ki, artıq öz dədə-baba yurtlarını tanımaq vaxtıdır. Biz də onları nümunə göstərməliyik, gətirməliyik, göstərməliyik. Təbii ki, buraya çoxlarımız yığışmışıq. Əslində belə baxanda kimsə kimdən soruşmasa, mütləq dərəcədə bir ki, bu kimdir və yaxud da şeydir. İlahi qismət eləsən orada görüşən. Amin hamımızı inşallah. Çox sağ olun. Allah təala ömür gün qismət eləsin. Bir də deyirəm, doğma kəndimizdə görüşən. Sağ olun. Abi güzel rəqs. Şeyi çatdırmaq istəyirəm ki, bilənlər bilir, bilməyənlər də bilsin ki, yəni hamının əziyyəti var bu işdə. Ancaq bu işin çoxunun yükü Xaliqin üstündə olubdur. Bizim ilk şəhidimiz Marifin qardaşı Xaliq. Xaliq, Allah sana can sağlığı versin. Çox vaxtı göstərmir özünü. Ancaq bax bu görülən işlərin çoxunun yükü onun çiynindədir. Həmişə kəndimizin təsirini çəkən, kendimizin ümumi işlerin arkasınca giden bir insandır. Allah onu korusun, can sağlığı versin, eksik olmayasın. Nasıl sen de bir tebrik edersin. Aziz qiyasçılar, bayramınız mübarək olsun. Gün o gün olsun, hamımız kəndə yığışalım, həmişə belə şənliyimiz olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yerlər cənnət olsun. Bir kəlmədə mən bir söz demək istəyirəm. Hamı qabırsanlıqdaydı, orada gördük qabırsanlığımızdakı navesi. Həmən navesi bizim İsmail müəllimin oğlu Zahid Cəfərov. O öz cibinin xərci ilə düzəltdirib. Allah canını sağ eləsin, cibin dolu eləsin. Valideynlərinə can sağlığı, ölən atasına da rəhmət eləsin. Hakan müəllim, Allah eksik eləməsin. Bura həm sizin evin yanıdır, həm kəndin ortasıdır. Allah ağsaqqalları eksik eləməsin. Bu şəhid səsini eşidək, ölənlərə Allah rəhmət eləsin. Şahmalı Kürdoğlu. Thank you.
Bulut benim. Ay Bulut. Bulut sen de bir ürək sözünü dedin ha. Ay bizim. Ay qiyaslar, hamınızı xoş gördük. Allah sizə dəyməsin. Vaxt olacaq az qalır. Gəlib hamımız yığışacağıq kəndə. İndi bugün bayramdır. Bayramınız mübarək olsun. Allah sizə əksik eləməsin. Həmişə var olun. Qurban olun qiyaslara.
Çok sağ olun, var olun. Buyur Aleyke bura. Yüzü benden sonra duyunca, beşiş ben, indi duysa bəsimdir. Naşı tərzən 7 muğam çalınca, Üstad Tarzan birinci olsa bəsimdir. Tarix düz yazılsın, fırçalanmasın. Bir olaq sözümüz saçalanmasın. Heç kimin vətəni parçalanmasın. Azərbaycan bütün qalsa bəsimdir. Bu dünya fanidir, bir sən qonaq. Həyatın sonluğu ölümdür ancaq. Babam uyuduğu müqəddəs torpaq məni öz qoyuna alsa bəsimdir. Qiyasıyam quruma göz yaşım. Dəftər qəbrim olub, qələm başlaşım. Özgədən umuram, bacım, qardaşım, hərdən məni qəzaq salsa bəsimdir. Buyur Əleykim, Əleykim gözəl insandır. Gözəl insandır. Əleykim başı üzərində xeyirxanlı şələn gəzdirib, ürəyində Allah sevgisi yaşadan, qəlbində bütün insanlara xoş arzu və duyğuları olan, elinə, obasına böyük məhəbbəti olan, xalqımızın milli və mənəvi dəyərlərini qoruyan, əxlaqi dəyərlərə hörmət yarışan gözəl bir ziyalımızdır. Buyurun Əleykim. Sağ ol. Hamını salamlayıram. Hanımlarımızı da, annelerimizi de, cavanlarımızı da. Ve Azerbaycan halkı sonda bu çetin dövrden alnı açık çıktı, qələbə çıktı. Düz yetkilerimiz de oldu. Tüm şehitlerimiz Allah rahmet eylesin. Əsgərlərimizin hamısı xalqımıza en güzel nimetleri bəxş eləsin. Galip xalq olduq.